Herkes sanmışlar bugün sizlerle birlikte Blox Fruits oynuyoruz. Bugün Blox Fruit'te bilirsiniz yan hesabımı kasırdım. Onun 3. bölümünü çəkirəm. Ve indi bu bölümde belə bir şey eləyəcəyik. 200 level olacaq da bu level kasır neyse. Ve bu arada bu yan hesabımda karakterimi dəyişdim. Neyse. Level kasır. Bayaqlar mən əslində dünən fruit atmışdım. Kauçuk çıxmışdı, rubber. Bu videomuzda da 39k yığıb yenə atacağıq. Snowmanləri öldürək. Bu videom məncə 2 saat sürər. Dostlar, indi gedək fruit ataq. Bu arada stat düyməsine basıram, stat yerinə açılmır. Neyse, biz indi tez bir şekilde gedək. Bir tane fruit ataq. İnşallah budadan filan bir şey çıxar çünkü. Belə yani olmur. Çox çətinləşir. Blade-lə bayağı çətin eləyir. Çok da bu da falan yoktu. Neyse biz belə gedək. 39 yok 40 mı istirmiş. Bomba. Bomba var idi. Bomba yemək. Fikirləşim. Yox, boş ver. Boş ver. İndi təzədən biz ora gedəcəyik. Şu an onu getməyəm. Onda da yetim kəsəcəyik təbii ki də. 110 level oldum. Sonra 120 level olmalıyım. 120 level olduktan sonra yeni adaya keçirik. Yeni adaya keçək. Və mən onda yəni bir dənə tez yetim kəsək videoda. İndi gedək yetim kəsməyə. Statları basa bilmirəm. Stat yazısına basıram, basmır. Paneli açmır, onun üçün eləyəmirəm. İndi yetim tez kəsməyə çalışaq. Artıq biraz deyəsən cana basmalıyıq. Çünki ölürəm NPC'lərə falan. İndi 110 resmen bunu kəsə 113 level olar. Dostlar, indi 20 olduq, 120 level olduq. Mən tez bir şəkildə oyundan çıxış edəcəm. Bir ikənlərin ok açılır. 1000 deyirəm, defensive olsun. İndi belə elə 61 oldu. Canımız 400. Bu bəs eləyər. O qədər də şey deyil də bəs eləyər. 800 metre. Bura gedəndən neçə metrə? 500 metre falan qalmalıdır. 600 metre. Tez çıxacaq. Mən deyirdim. Bayağı tez çıxacaq. Mən deyirdim 50'də falan çıxarıq. 40'da falan çıxacaq biz buradan. Skylands'dan da 75'də falan çıxarıq deyə düşünürəm. 75'də falan. Oradan da kaleye gedəcəyik. Daha doğrusu şeye adı neydi, unuttum adı. Biz bilirsiniz ama haram dedim. Özüm buradan keçək. Belə buradan aşağıya düşək. Buradan da pelerinimizi alaq 50.000 pula.
Okey. Gördüğünüz için pelerimizde aldık. Ay. 240 lira. Onu atma, onu atma. Az böylemiştim. Olsun iyi dedim. Ben nasıl oynadım? O vuruşlar nerede yazıyor? Kesrim, kesrim, kesrim. Olmadı, vermedi. Daha Spike'den tekte düştü. Her işte. Sonra onun pelerini mənə çıxırdıq. Çıxmaz artıq bir şey üçün. Vermədi, stop. Yenə düşmədi itemi. Var yine boss da var. Yani boss taktikini taptım light. Bir dakika. Görev al. Icebeam. Icebeam. Hile de adam. Aldım onu. Bana lazım. Light çünkü. Light. Al ye. Direkt. Yes. Light. Oo yedim light tapdı. Ye ye ye. Net ye. Direkt ye. Bəxt. Direkt ye. Ay. Ölür. Öldü ve bunun master stop tutur. Bu arada bir tane özelliği atıldı. Bossman bir defa daha kaseti tabii işte. Bir yerden tapadım ama nereden tapacağım bilmiyorum. Ay daha hadi sunucuya girdim. Just German sunucusuna girerdim. Çünkü bu sunucularda normal klasik sunucularda yoktu yani bu kadar asandı. Boss yoktu. Bütün bosslar sömürürler. Bu video inşallah bayağı uzun olmaz. İnşallah. Bayağı uzun olmaz deyirəm. Ama video 4 saat bile olabilir. O da. Allah adam var mesela. Baba orada ben kör değilim adam görürüm. Ve boss'u da deyəsən öldürüb. Baxın. Görev alıp baxın da. Eğitimde size. Neyse. Yerim ben. Bu arada ben deyəsən Ice Light'dan daha çok hoşlanıram. Deyəsən. Bilmiyorum. Yani daha doğrusu V2'sini daha çok hoşlanıram. Yani V2 Ice V1 Light'tan 1000 kat güçlü diye düşünüyorum.
zaten Light'ın V1 ise en son birinci dənizdə sanılır. Çünki ikinci dənizdə mən V1 Light sitədən görməmişəm. Yəni ən çoxu yəni o da ikinci dənizdə təzə gəlmiş olar. Buna da belə vur. Bam. Biraz uzaklaş. Bu arada bu boss kəsim ya da ki diğer adaya keçim. Ya da 150 level olum. Ara vereceğim. Yoruldum. Ay. Biraz yoruldum. 150 level olum. Ara vereceğim. Ya da akşam kasacağım bilmem. Zaten free tutamaya atacağım. Videoya gelip free atacağım. Yani saat 11:30'da falan girerim. 12'nin yarısı falan. Bir vaxta girerim. Ya da bilmem hiç arada vermedim. 5 dakika falan mola. Biraz shorts'a falan baxaq. Girerik. Özür. Zəhmət sən ki. Ay da sen kimsən? Görsün dedim. Tamam sessiz al yani. Hepinize merhaba arkadaşlar. Bugün sizinle... Bu arada gün oldu indi. Block Speed videosu çəkirəm. 200 level olacağım. 143 level ha. Şeydi. Yerden light tapdım. Yaxşı. Allah haqqı. Video atacağım. Video tutsa bir dənə videom bağla söz deyirəm. Adı deyil, mən videoda sənə kömək eləyim. Dərs deyə adı ver. Onsuz da mən nə qədər hasar vermişəm. Of. Ha. Prosto bunun mənə heç nəyini vermir. Heç nəyini vermir bunun mənə. Nə olub? Mənə bunun pelerini vermir. Pelerindən istəyirəm mən. Öyle. Dostlar Mahir birazcık kömək elədi. Yani birazcık azcık. Normalde mola verirdim biraz. 2 saatte oynayacağım. Neyse. Ben geldiğimde mola verebilmedim. Sen aşağı düşsen ben. Ay sana bir şey diyeyim hala. Burada bir sento kılıcı var, bir sento kılıcı var. 1 milyon pul istəyirəm məndən almaq üçün. Arkadaş ben bu seviyede 1 milyon pulu necə yığım? 55 oldum. Neçəli versən? 155. 444 min istəyir. Yox. 447 min belə bir şey istəyir də. O qılıncı. Ama yaxşı da şey, ver. Stok ataq. Aha. Yep Dark Step alalım yoksa elektrika yığmalı. Görüm nə qədər qaldı məndə. Adam şark diye şark adam. 0 səviyyədən öncə şark var. Mən bu mənə. Oyuna başlayanda oyun sənə verirsə də rast gəlir. 19 dəqiqə var. Yəni 24'də açacağım. Hatta 25'də zat açacağım. Bunu da açtım. Sonra bunu açtım. Aha. Şimdi bütün hamısı açtım. Bir tanesi kaldı. Ha açtım yes. Buradaki boss ölü baxır. Bunu bayaq leoparlı qaqaş gəldi, zorbaladı, öldürdü. Elmir mal. Elmir'in hesabını verdi. Getdim Elmir'in hesabında
Bu Ritas Leopard çıxdı. Promo 7. Neyse buradaki meşaleni alıram. Of pul. Neyse ben gittim de. Sen git ben buradaki bölümü getməliyik. Burada bir tane ev var. Bu ev miydi? Ha bu ev idi. Bu eve gelirsiniz. Burada aşağı gelirsiniz. Düzdür. Burada bu qapını öyle yandırırsınız. Şimdi buz adasına gelirik. Sonra burada bu su damcılayan şey var bu. Buradan damcılar şey girik. Evdeki NPC'ye veririk bunu. Okey. Ondan sonra şeye gelirik. Gözüm. Korsan köyüne gedirik. Korsan köyü. Bu NPC ile tanışırıq. Ondan sonra o tarafta da bir tane magma adası var. Bu taraflarda bir yerlerde. Burada da bu ada var. Gelirsiniz bura. Buradaki boss'u kəsirsiniz. 100 level boss desem. 120 level boss'u. Asan bir boss'tu. Tez kəsərsiniz. Aha. Təzdən eyni yerə gedirik o adaya. Eyni NPC ilə yenə danışırıq. Və o bizə bir açar verir. O açarı alırıq. Bunu açmalıyız. Aha. O NPC ilə yenə danışırıq. Sonra bu sefer ormana gedirik yenə. NPC ilə danışıb. Bu bizə belə bir şey verir. Sonra ormana gedirik yenə. Belə. Buradan gedirik ormana. Tez bir şekilde. O Fritas'tan yere gəldirik. Və bu Fritas'tan yerdə bunu bura gəlirik, yaxınlaşırıq. Ne olmuş? Radiate. Deyəsən levelim çatmış. 200 level olmalıyıq. Ama yenə də mən bunu beləsini alırsınız. Benim levelim çatmış. Zaten saniyeler kalıp. Okey. Bak kum. Ana orada kum var ya. Vermem. Dark stack'ime. 50.000, 150.000 pulum gitti ama problem yoktu yani. Zaten bayağı pulum var idi. Bir eve atlasam böyle uzun da kalacak. Ya da oy süper. Kaç. Bam. Yine düşmedi. Yine vermedi. Yine düşmedi. Çoktan. Eləmişəm çoktan. Gözlə. Caprazan. Capra. Neyse. Ben videomu da bağlayıram indi. Ben video arkasında falan. İndi bu emsizlər bu boss'u kəsərəm çoxlu. Düşürsəm video kaydını alacağım. Neyse. İndi mən sonra yani kasacağım. Dostlar sonunda biz bu pelerini çıxartdıq. Şükür edirəm artıq çıxartdığıma.
Neyse indi təzədən level kasmağa davam edə bilərəm. Dedim artıq bu boss'u da kəs. Bu dəfə çıxmasa şey eləyəcəm artıq dedim. Yəni buraxacam, öldürməyəcəm dedim. Çıxdı. Neyse indi təzədən Skyland'a gedək tez bir şəkildə. Dostlar indi davam eləyək. Meyvə tapdıq. Yəni beri tapdıq. Neyse. İndi gedək tez bir şəkildə fruit açaq. Fruit vaxtı bayağı keçib bu arada üstündən. En son ne çıkmıştı? Sand çıkmıştı değil mi videonun sonunda? Okay. İnşallah yaxşı bir şey çıkar. Bu arada dostum Diamond Wave zaten videoda çektim. Bu ne, bu da çıxır mı? Quick. Oha. Yaxşı. O kadar da yani pis değil yani bu hesap için. Story'aq. Neyse. 80 ve $2 Mürer diye düşünürüm. 1 saat. Bu en pis. Mən təzə boss kəsməliyəm yoxsa? Verir mi promotsarı? Ha verir, okey. Hop. Yes! Oh! Tez baxaq. Zaten bayağı olar, bayağı vaxt olar. Aha. Neyse dostlar, sağ olun. Gələn videoda görüşərik. Kanala abunə olub like atmağı unutmayın. Sağ olun. Gələn videoda görüşərik.